İkinci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunun çox böyük əhəmiyyəti var. Biz qeyd elədiyimiz kimi bu ilin mart ayında biz Qarsda olmuşduq. Birinci Azərbaycan-Türkiyə İqtisadi Forumu keçirilmişdi. Və biz nəzərə alsaq ki, növbəti ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan təşviqlər, gömrük, vergi və digər güzəştlər bura Türkiyənin sərhədyanı bölgəsindən olan iş adamlarının daha cəlbedici olacaqdır. Və düşünürəm ki, bu davamlı bu forumların keçirilməsi vacibdir və həm Türkiyə tərəfin, həm Azərbaycan tərəfdən olan, Naxçıvan tərəfdən olan sahibkarlar üçün çox önəm daşıyacaqdır. Ümumiyyətlə, Qarabağda keçirilən forumda təkcə Naxçıvandan deyil, bütün Azərbaycanın digər regionlarından olan sahibkarlar da iştirak edəcəkdir və eyni zamanda Naxçıvan sahibkarları da iştirak edəcəkdir. Və ümumiyyətlə, müxtəlif Azərbaycanda keçirilən belə tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının bir bölümü olaraq Naxçıvan Sahibkarlar Konfederasiyası da sahibkarlar üçün çox böyük şərait yaradır ki, belə forumlarda iştirak edirlər və davamlı bu iştiraklar olur.